Hər vaxtınız xeyir. Məlum olduğu kimi 2024-cü ilin iyunun 30-dan etibarən vizasız rejimlə Rusiya daxil olan xarici vətəndaşlar RUID adlı mobil tətbiqdə əvvəlcədən qeydiyyatdan keçməli və rəqəmsal QR kod almalıdırlar. Bu kod sərhəd keçid nəzarətindən keçmək üçün vacib olacaq. Bəs tətbiqi haradan yükləmək olar? RUID tətbiqi artıq App Store, Google Play və RuStore platformalarında mövcuddur. Hazırda tətbiq rus dili ilə yanaşı İngilis, Qazax, Qırğız, Tacik və Özbək dillərində də tərcümə olunub. Bəs qeydiyyat kimlər üçün məcburidir? Qeydiyyat vizaya ehtiyacı olmadan Rusiyaya daxil olan bütün xarici vətəndaşlar üçün məcburidir. İstisna yalnız Belarus vətəndaşları üçündür. Məsələn, bu qayda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızistan, Ermənistan, Gürcüstan və Latin Amerikası ölkələri vətəndaşlarına aiddir. Bəs kimlər qeydiyyatdan keçməməlidirlər? Artıq qeyd etdiyim kimi, Belarus vətəndaşları 6 yaşına dək uşaqlar, viza ilə gələn əcnəblər və diplomatik və xidməti viza sahibləri. Qeydiyyat qaydalarına gəlincə isə tətbiqi yükləyin və şəxsi kabinet yaradın. Əgər şəxsiyyət üzrə SNILS yoxdursa, avtomatik təyin olunacaq və planlaşdırılan gəlişdən 72 saat öncə tətbiqdə anket doldurulmalıdır. Şəxsi məlumat və fotoşəklinizi yükləmək lazımdır. Tətbiqin verdiyi QR kodu isə sərhəd nəzarətində təqdim edə bilərsiniz. Bəs təcili hallarda nə etmək lazımdır? Əgər səfər qəfil xəstəlik və ya yaxın qohumun ölümü kimi fövqəladə səbəblərlə bağlıdırsa, anketi daxil olmadan 4 saat əvvəl də doldurmaq mümkündür. 6-18 yaş arası uşaqlar üçün anket yalnız valideyn və ya rəsmi qəyyum tərəfindən onların özləri üçün də təsdiqlənmiş qeydiyyat olduğu halda doldurula bilər. Və son olaraq, qeydiyyat edilməsə nə baş verə bilər? Əgər anket doldurulmayıbsa, sərhəddə ölkəyə buraxılmamaq ehtimalı var. Amma qeyd edim ki, Rusiya Rəqəmsal İnkişaf Nazirliyi bildirib ki, təşkil olunmuş turist qrupları üçün qeydiyyat məcburi olmayacaq. Rusiyanın Qazaxıstandakı səfirliyi isə ilk mərhələdə sistemin könüllü olacağını vurğulayıb. Bütün hallarda qeyd edim ki, bu tətbiq yeni sərhəd qaydalarının ikinci mərhələsidir. Birinci mərhələ 2024-cü ilin 1 dekabrında Moskvadakı 4 hava limanı və Maştakova keçid məntəqəsində biometrik məlumatların verilməsi ilə başlamışdı. Belə, tətbiqin yüklənməsi və istifadə qaydaları ilə bağlı bütün təlimatlar mənim Telegram kanalımda ZM Novosti Azərbaycana Telegram kanalında var və yerləşdirilibdir. Aşağıda videonun təsvir hissəsində və şərhlərdə Telegram kanalımın keçidləri də var. Oradan birbaşa abunə ola bilərsiniz. Hələlik isə diqqətinizə görə təşəkkür edirəm. Yeni videolarda görüşənədək.